Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni MİQ imtahanı hazırlaşan ibtidai sinif müəllimlərinə dəstək məqsədi ilə növbəti sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz Zoom proqramı üzərində canlı olaraq tədris olunur və dərsdən sonra qruplara göndərilir. Proqram müddəti ərzində 150-dən çox sınaq sualları işləmiş olursunuz. Bu da sizə imtahanlarda tez bir zamanda sualları düzgün həll etməyə köməklik göstərir. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. İlk sualımıza baxaq. 20 nəfərlik qrupun yaş ortalaması 45-dir. Bu qrupdan yaş ortalaması 48 olan 5 nəfər çıxdı. Qrupun yaş ortalaması neçə oldu? İlk öncə 20 şəxs var. Bunun yaş ortalaması 45-dir. 20-ni 45'e vuranda 900 edir. Bu qrupdan yaş ortalaması 48 olan 5 nəfər çıxır. 48'i vurursan 5'e və olur neçə? 240. 900'dən çıxırıq 240'ı. Qalır 660. 20 nəfərimiz vardı, 5 nəfəri çıxdı. Qaldı 15 nəfər. 660'ı da böləcəyik 15'e. Bizə verəcək 44. Yəni yeni yaş ortalama olacaq 44. Cavabımız C variantı. Növbəti sualımız 2 nömrəli sualdır. Deyir, kitabın son 3 səhifəsini göstərən ədədlərin cəmi 288'dir. Bu kitabın son 5 səhifəsini göstərən ədədlərin cəmi neçədir? İlk olaraq kitab səhifəsi necə artır? X üzərinə x plus 1. Hər növbəti səhifə bir vahid arta gedir. Üzərinə x plus 2 və nəticədə nə qədərdir bu? 288'dir. Aha. İndi baxaq görə bu son səhifələr neçədir? Olacaq 3x plus 3 bərabərdir 288'ə. 3x bərabərdir 285'ə. X də bərabərdir 95'ə. Deməli 95, 96, 97. Bu kitabın son 3 səhifəsidir. Amma bizə deyir son 5 səhifəni. Artıq kitabın sonuncu səhifəsi 97-dirsə, biz irəli getməliyik. 95'dən əvvəlki 94 olar. Bir də 93 olar. Yəni son 5 səhifəsi 93, 94, 95, 96, 97-dir. Bizdən bunun cəmini istəyir. Toplam eləsək hamısını 475 verəcək. Cavabımız olacaq C variantı. Növbəti sualımız 3 nömrəli sualdır. Rəqəmləri cəmi 20 olan, rəqəmləri 0-dan və bir-birindən fərqli olan ən böyük 5 rəqəmli ədədin yüzlüklər mərtəbəsində duran rəqəmi tapın. 5 rəqəmlidən söhbət gedir. A, B, C, D, E. Və nəticə nəyə bərabərdir? 20'yə. Və bizə deyir ki, ədədin yüzlüklər mərtəbəsində duran rəqəmi tapın. Hələ ki bu ədədi tapaq 0-dan fərqli olmalıdır. Deyək ki, bura 1 yazsaq, burada 9 yazsaq. 20'dən 10'u getdi, qaldı yerdə 10'umuz. Bura 2 yazaram, bura 3 yazaram, burada 5 yazaram. Yəni bunun cəmi bizə nə verməlidir? 20 verməlidir. Sonra baxaq təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsində hansı rəqəm durur? 3 rəqəmi durur. Cavabımız C variantı. Növbəti sualımız 4 nömrəli sualdır. Deyir, perimetri sahəsi 144 cm kvadrat olan
kvadratın perimetrinə bərabər olan düzbucağının uzunluğu enindən 3 dəfə çoxdur. Bu düzbucağın sahəsini tapın. Əgər ki kvadratın tərəfi sahəsi 144-dürsə, kök bundan çıxır 12. Bunun perimetrini tapsaq 12-ni vuraram 4-ə. 48 və düzbucağlının perimetri bunun perimetrinə bərabərdir. Eni x ise uzunluğu 3x'dir. 3x üzərinə x bərabərdir 48 bölünsün 2. Niyə bölürəm? Çünki perimetri 2'yə vuranda, tərəflərin cəmini 2'yə vuranda perimetr tapılır. 4x bərabərdir 24'ə, x də bərabərdir 6'ya. Bu hissə 6'dır, bu hissə 18'dir. İndi bizdən nəyi soruşur? Sahəni soruşur. 6'nı 18'ə vuranda 108 verəcək. Cavabımız olacaq C variantı. Növbəti sualımız 5 nömrəli sualdır. Deyir ki, 108-dən 487-yə kimi 5'ə bölünən ədədlərin cəmini tapın. Baxaq, deməli 108-dən sonra 5'ə bölünən ilk ədədi tapırıq. Bu bizə verir neçə? 5'ə bölünən ilk ədədimiz 110'dur. Bir də sonuncu ədəd tapırıq. 487-dən əvvəl 5'ə bölünən 485'dir. Aha. 485'dən çıxırıq 110'u, bölürük 5'ə, üzərinə 1 gəlirik. İlk olaraq sayı tapırıq. Və bu olur neçə? Deməli 76'dır. 110'dan 485'ə qədər 5'ə bölünən ədədlərin sayını tapdım. 76. Sonra 485'in üzərinə 110'u gəlirik. Bölürük 2'yə, vururuq 76'ya. Say tapdıq. Cəm tapanda böyük üzərinə kiçik böl 2 vur say. Buradan da nəticə nəyə bərabər olacaq? 22610'a. Cavabımız olacaq B variantı. Növbəti sualımız 6 nömrəli sualdır. A nasosu hovuzu 6 saata doldurur. B nasosu isə 8 saata doldurur. İkisi birlikdə 3 saat açıq qaldıqdan sonra A nasosu bağlandı. B nasosu hovuzun qalan hissəsini neçə saata doldurur? Deməli A ilə B-nin ortaq bölənlərini tapırıq. 24 gətirərik. 6'ya bölsək A'nın gücü 4. 24'ü bölərik 8'ə. Deməli bura olacaq 3. B'nin gücü olacaq neçə? 3. İkisi bir yerdə işləyib 3 saat. Yəni 4 ilə 3'ü toplayırıq, vururuq 3'ə. 7'ni də 3'ə vuranda 21. Amma biz normalda hovuzumuz 24'dür. Bundan 21'in işləyiblər, qalıb yerdə 3. A nasosunu bağladılar, B nasosu işləməlidir. A'nın gücü artıq çıxır, qalır B'nin gücü. Yerdə qalan 3'üdür. 3'ü də 3'ə bölsək 1 saata bitirəcək bu işi. Cavabımız olacaq A variantı. Növbəti sualımız 7 nömrəli sualdır. 4'ə böldükdə qalıqda 2 alınan 16 kiçikdir x, o da kiçikdir 37 bərabərsizliyini ödəyən ədədlərin cəmini tapın. Burada əslində necə olmalıdır? Yəni 16'dan böyük 4'ə bölüb qalıqda 2 alınan ədədlər bizə lazımdır 37'yə qədər. Bu şərti də ödəyəcək hansı ədədlərdir? Məsələn 18. 4'ə bölsək qalıqda 2 qalınar. Hər dəfə də artıq 4 artıracaq. 22, 26, 30, 34. 34'dən sonraki ədədlər daha ehtiyacımız yoxdur. Niyə? 37'yə qədər bərabərsizlik verib bizə. Və bunun da cəmin bizdən istəyir 130 olacaq. Cavabımız olacaq A variantı. Növbəti sualımız
8 nömrəli sualdır. Deyir ki, durğun sudakı sürəti 30 km/saat olan katerin çayın axını ilə olan sürətini, axına qarşı olan sürətinə nisbəti 7 bölünsün 5 kimidir. Sonra kater çayın axına qarşı 3 saata neçə kilometr yol gedər? Biz katerin sürətini bizə məlumdur. Kater nə qədərdir? 30'dur. Amma çay məlum deyil. X-dir. Axın ilə dediyinə görə 30 üzərinə x bölünsün. Axın əksinə 30 çıx x bərabərdir neçəyə? Nisbətə bərabər eləyəcək. 7 bölünsün 5. Çarpaz vursaq, bu hissəni bura vuracaq, bu hissəni də bura. Deməli, olacaq neçə? 210 çıx 7x bərabərdir. 150 çıxılsın, üzərinə gəlsin 5x. Və x-ləri toplasaq, olacaq 12x bərabərdir 60. X də bərabərdir 5'ə. Çayı tapdıq 5. İndi bizə nə deyir? Deyir ki, katerin çayın axınına qarşı 3 saata getdiyi yolu tapın. 30'dan çıxarıq 5'i, vurarıq 3'ə. Bu da bizə verəcək 75 kilometr. Cavabımız B variantı. Növbəti sual 9 nömrəli sualdır. 55 kiloqram meyvə alsa 4,5 manat pulu qalar, artıq qalar. 7 kiloqram meyvə almaq istəsə 2,7 manat pulu çatmaz. 50'nin nə qədər pulu var? Baxaq. Bu adam meyvə almaq istəyir, amma meyvənin qiymətini bilmir. X götürürük. 5 kiloqram alanda X-ə vursa bunun 4 manat 50 qəpik artıq qalır. 4,5 yazıram bura. Bərabərdir. 7 kiloqram alsa 2,7 manat pulu əski qalacaq. Və buradan x-larımızı bir kənara yığsaq, olacaq 2x bərabərdir. 4,5 ilə 2,7'ni toplasaq, bizə verəcək 7,2. Yəni, əslində qəpiyə də bunu çevirə bilərik. 720 qəpik yaza bilərik. X də bərabərdir 3,6. Yəni 3 manat 60 qəpik. X-in qiymətini tapdıq. Aparıb tənliyimizin yerinə yazsaq, 5 vurulsun 3,6 üzərinə 4,5. Və nəticə bizə nə verəcək? 22 manat 50 qəpik. Cavabımız olacaq B variantı. Növbəti sualımız 10 nömrəli sualdır. Və 10 nömrəli sualda bizdən nə istəyir? Görək, deyir, kvadratın perimetri 24 cm olan 3 eyni düzbucaqlıya böldülər. Kvadratın sahəsi neçə desimetrdir? Desimetr kvadratdır. Gəlin baxaq. Burada deməli kvadrat çəkirik bir dənə. 3 hissəyə bölürəm. Bir kvadratın perimetri 24 isə tərəf neçə olur? 3 eyni düzbucaqlıya bölsək, tərəflər olur x, 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 bura olur 3x. Deyir, birinin perimetri 24 cm olan 3 eyni düzbucaqlıya böldülər. Bir dənəsini götürək buradan. X üzərinə 3x vurulsun 2 bərabərdir 24. 4x bərabərdir 12'yə, x də bərabərdir 3'ə. Bizdən kvadratın sahəsini istəyir. X-i 3 tapdıqsa, 3'ü 3'ə vuracaq 9. Kvadratın tərəfi 9'dur. Sahə neçə olacaq? 81 santimetr kvadrat olacaq. Əslində bunu desimetrə çevirmək üçün santimetr kvadratdan desimetrə getmək üçün 2 dənə 0 əlavə eləməliyik. Amma cavab variantlarında santimetr kvadratla verib. Yəqin ki, burada texniki səhv olub. Cavabımız olacaq 81 santimetr kvadrat. Növbəti sual 11 nömrəli sualdır. Ölçüləri 80 metr və 25 metr olan sahədən 375 kiloqram buğda yığılır. 4 hektar sahədən nə qədər buğda yığılar? İlk öncə sahənin
ümumi olaraq sahəni tapaq. Ölçüləri verib bizə. 80-i vururam 25-ə. Bu bizə verir 2000 metr kvadrat. 4 hektarımız nə qədərdir? 1 hektarımız 10.000-dir. 4 hektarımız 40.000 metr kvadratdır. Görək neçədən 40.000 içərisində 2000-imiz var. Bölərik bunu 2000-ə. 3 dənə 0 aparır. 40-ı da 2-yə böləndə 20. Bir dənə 2000 metr kvadratdan 375 kilogram buğday yığılırsa, 20-ni vururuq 375-ə, 7500 kilogram buğday yığılır. Amma sentinerlə verdiyinə görə 2 0 silirik, yəni 100-ə bölürük 75 sentiner. Növbəti sualımız 12 nömrəlidir. Deyir, ölçüləri 10 cm, 8 cm və 20 cm olan kuboid formalı pendiri tili 4 cm olan kub formalı qablara yığdılar. Neçə qab lazım oldu? Hər iki halda biz bunun həcmini tapacağıq. Yəni kuboidin həcmini tapanda bütün hündürlüyü, uzunluğu və eni vururuq bir-birinə. 10 vurulsun 8 vurulsun 20. Bölünsün kubun da həcmini tapanda V bərabərdir A kub. 4 vurulsun 4 vurulsun 4. Bu 8 ilə 4 gedir 2 qalır. 20 ilə bu 4 gedir 5 qalır. 10 ilə da deməli bu 4-ü ixtisar eləsə 2-yə. Bura qalacaq 5, bura qalacaq 2. Bu 2 ilə də 2 gedir. 5-i 5-ə də vuranda 25. Bizə 25 dənə qab lazım olacaq. Cavabımız olur B variantı. Növbəti sualımız 13 nömrəli sualdır. 13 nömrəli sualda deyir 1-dən 233-ə qədər ədədləri bir-birinə vurduqda hasil neçə sıfırla bitir? Deməli 233-ü bölürük neçəyə? 5-ə. Düşür 46. Qalığa baxmırıq burada. Alınan ataman qismət 5-ə bölünürsə 1 də bölürük. 9. 9 özü də 5-ə bölünür 1 dəfə. Və nataman qismətləri toplayırıq. 46 üzərinə 9 üzərinə 1. Və olur neçə? 56. Cavabımız olacaq C variantı. Növbəti sualımız 14 nömrəli sualdır. Deyir, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 14500 alınan rəqəmləri müxtəlif ən böyük ədədlə minliklərə qədər yuvarlaqlaşdırdıqda 6000 alınan rəqəmləri müxtəlif ən kiçik ədədin cəmini tapın. Deməli 14500 alınması üçün biz yüzlüklərdə həmişə 49 gəlirdi üstünə. Olur 14549. Amma deyir rəqəmləri müxtəlif olsun. 14 ilə işimiz yoxdur. 5 də qalır yerində. Buradakı 4-ün yerinə 3 yazarıq. Bu da olacaq 9. Ən böyük ədədi tapdıq. Sonra 6000 alınması üçün 500 çıxırdıq həmişə minlikdə. Qalır neçə? 5500. 5500-də rəqəmləri eynidir. Birinci 5-lə işimiz yoxdur. İkinci 5-in yerinə 6 yazarıq. 0-la işimiz yoxdur. Burada 1 yazarıq. Ən kiçikdə bu ədəd verə bilər. Və 14539 ilə 5601-i toplayıram. Nəticədə neçə verəcək bizə? 20140. 20140. Cavabımız olacaq A variantı. Daha çox MİQ imtahanlarda istifadə olunan sual tiplərindəndir. 15 nömrəli sual. 3 ardıcıl cüt ədədin cəminin 1/4 hissəsi 75-ə bərabərdir. Bu ədədlərin ən böyüyünün rəqəmləri cəmini tapın. Deməli, biz ilk olaraq 15 ardıcıl cüt ədəddən söhbət gedirsə x plus 2, x plus 4. Bu bizə nə verir? Olur 3x plus 6 bərabərdir. 1/4 hissəsi 75-dirsə, 75-i 4-ə vurarıq 300. 3x bərabərdir 294-ə, x də bərabərdir 98-ə. Ən böyüyünü istəyir bizdən. Aparıb burada yerinə yazsaq olacaq 102 ən böyüyü. Yəni 98, 100, 102.
Bunun da rəqəmləri cəmi bizə verər 3. Cavabımız olar B variantı. Növbəti sualımız 16 nömrəli sualdır və nə istəyir bizdən? Deyir 240 qram konfetin qiyməti 3 manat edir. 8 kiloqram 400 qram konfet almağa nə qədər pul ödəməliyik? Bunun tənasiblə də yaza bilərik. 240 qəpiyə 3 manatımız 300 qəpik veririksə, 8 kiloqram 400, 8400 eldir və buna da x qəpik veririk. X nəyə bərabərdir? 8400-ü vurarıq 300-ə, bölərik 2240-a. Bu da ixtisar gedəcək, birbaşa yazacağıq 10.500 qəpik. 10.500 qəpikdən də 2 dənə sıfırı silsəm 105 manat pul verərik. Burada texniki səhvimiz var. 105 manat olacaq. Növbəti sualımız 17 nömrəli sualdır. 7236 ədədinə n ədədini toplasaq, təkliklərin sayı 3 vahid, yüzlüklərin sayı 2 vahid artar. Onluqların sayı 4 vahid azalar. N ədədinin rəqəmləri hasilini tapın. Bu ədədlə işimiz yoxdur hələ ki. N ədədini tapırıq. Əgər təkliklərin sayı 3 vahid artırsa, 3 vahid artırma deməkdir. Yüzlüklərin sayı 2 vahid artırsa, 100-ü 2-yə vurursan 200 olur. Toplayaq bu. Ədədimiz oldu neçə? 203 vahid artdı hələ ki. Onluqların sayı isə 4 vahid azalır. Azalırsa 4-ü 10-a vurursunuz, 40 vahid azalma deməkdir. 203-dən də çıxırıq 40-ı. Bizə verir 163. N ədədimiz neçəymiş? 163-müş. Və bunun da rəqəmləri hasıla 1 vur 6 vur 3. 18. Cavabımız olur B variantı. Növbəti sualımız yaş məsələsidir. 48 yaşında olan ata oğlunun yaşındaykən oğlunun 2 yaşı var idi. Buna əsasən 4 il əvvəl onların yaşları cəmi neçə olar? Ata, bir də oğul. Atanın yaşı məlumdur 48. Oğul məlum deyil, x-dir. İndi baxaq. Ata x yaşa gedəndə oğlun 2 yaşı vardı. Necə yazarıq? 48 çıx x bərabərdir x çıx 2. Çünki ata oğlun yaşına gəlir, yaşlar kiçilir. X-lər olacaq 2x bərabərdir 50-yə. X də bərabərdir 25-ə. Oğlun 25 yaşı var. Hazırda oğlun 25 yaşı var. Və bizdən 4 il əvvəlki yaşlarını istəyir. 4 il əvvəl atanın 44 yaşı olar. Oğlun da 21 yaşı olar. İkisinin birgə cəmi 65 yaşı olar. Cavab B variantı. Növbəti sual 19 nömrəli sualdır və görək nə istəyir bizdən. Qutuda 16 ağ, 10 qırmızı, 8 yaşıl, 6 qara kürəcik var. Təsadüfən qutudan çıxarılan bir kürəciyin ağ olması ehtimalını tapın. İlk öncə bunları toplayaraq 40 dənə qutuda top var. İndi bizdən nə istəyir? 16 ağların ehtimalını istəyir. 40-da 16. Bu da ixtisar gedəcək 8-ə. 2, 5. 5-də 2. Cavabımız olur C variantı. Keçək növbəti sualımıza. Və növbəti sualımız 20 nömrəli sualdır. Günün keçən hissəsi qalan hissəsindən 3 saat 10 dəqiqə çoxdursa, saat neçədir? Günümüz 2 hissədən ibarət olur, keçən və qalan. Birinə x desək, birinə də x plus 3, 10 deyərik. Bütün saatlarımızın cəmi 24 olduğuna görə 24. X-ləri toplayarıq 2x plus 3, 10 bərabərdir 24-ə. 2x
24'ü bizdə belə bir şey yaza bilərik. 23 60 yaza bilərik. Üzərinə 3 10 bərabərdir 23 60. 2x bərabərdir 23-dən 3 çıxarıq 20. 60-dan 10 çıxanda 50. Hər tərəfi 2-yə bölsək x bərabərdir 10 25 olar. Aparıb burada yerinə yazmalıyıq. 10 25-in üzərinə 3 10-u gələrik. 35, bu da 13. Cavabımız olacaq B variantı. Yəni həmişə indiki saat soruşanda keçmişdə yerinə yazacağıq. Suallarımız bu qədər. Sağ olun, salamat qalın. Video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın.